Azərbaycanda daşınmaz əmlaka investisiya etmək səmərəlidirmi, yoxsa yox? Gəlin bunu aydınlaşdıraq. Əvvəlki videomda mən Azərbaycanda daşınmaz əmlakın qiymətinin yüksək saxlanılmasının səbəbkarları barədə danışdım. İndi isə mən ümumiyyətlə daşınmaz əmlaka investisiya etmək nə dərəcədə səmərəlidir? Bu sualın cavabını verəcəm sizə. Öz hekayəmdən başlayacağım. 2014-cü ildə mən daha kiçik mənzilimi sataraq daha böyük mənzil aldım və bunun üçün 300 min manat vəsait xərclədim. 300 min manat 2014-cü il məzənnəsi ilə 390 min dollar eləyirdi. 2025-ci ildə həmin evin qiyməti ortalama bazar qiymətləri ilə 700 min manata çatıbdı. Və mən iqtisadçı olmasaydım çox sevinərdim bu faktda ki 300 minim 700 min manat olubdur. Lakin mən bunu dollara çevirəndə bugünkü məzənnə ilə 700 min manat 411 min dollar edir. Yəni ki 11 il ərzində mənim dollar gəlirliyim cəmi 21 min dollar təşkil edibdir. Mən əgər həmin 390 min dolları 2014-cü ilin ortalarında qızıla yatırsaydım, bu günləri 1,2 milyon dollar edəcəkdi bu, ya da 2 milyon manat. Əgər mən bunu çox sadə bir S&P 500, yəni ki, Amerika şirkətlər 500-ən böyük şirkətin səhmlərinə yatırım etsəydim, həmin o indeksə artıq 1,7 milyon dollara yaxın vəsaitim vardı, yəni 3 milyon manata qədər vəsaitim vardı. Amma hal-hazırda nə 2 milyondur, nə 3 milyondur, 0,7 milyondur, bir xeyli aşağıdır. Lakin mən ev alırdım, investisiya etmirdim. Ev mütləq olmalıdır, evi almalısınız, qiymətdən fərqi yoxdur bunun üçün. Amma investisiya yönümlü edirsinizsə, hörmətli həmkarlar, daha ağıllıcasına yanaşın. Sən bazarına yatırın. Dəmir betona pul yatırmayın. Evdir, tikdiz, qutardı, bitdi. Amma zavoda siz fabrika investisiya edəndə bu daimidir və iqtisadiyyatı inkişaf etdirir və yeni dəyərlər qazandırır. Buna görə ağıllı investisiya edin, uğurlar.